Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. Ellezine ezheballahu anhumur ritse ve tahharahum tethira. Ve la'nu daimu ala a'daihim ecma'in minel an ila yevmiddin. Salam değerli Zehra TV izleyicileri. Hoş gördük sizleri möhtərəm mümin bazı kardeşlerim. Əzəmətli, fəzilətli Şaban ayının içərisində və çox möhtərəm günlər, böyük günlər, bayram günləri, ardıcıl olaraq Şaban ayının 3-i, 4-i, 5-i, böyük şəxsiyyətlər, Seyyid-i Şühədə Həzrət İmam Hüseyn əleyhissalamın mövludu Şaban ayının 3-ündə və Həzrət Əbəlfəzl Əbbas, Qəmər ibn Haşim və ondan sonra da Şaban ayının 5-də İmam Zeynul Abidin əleyhissalamın mövludu. Bu mövlud günləri münasibəti ilə sizlərə təbrik ərz edirəm. Bu mövlud günlərinə sevinən Əhl-i Beyt əleyhissalamın şadlığına şadlanan qəlbimizi elə bu Şaban ayında mövludu olan Sərvərimiz İmam Zaman ağanın zuhuru ilə Allah qəlbimizi şad eləsin. Həzrət Seyyid-i Şühədə İmam Hüseyn əleyhissalatu vesselamın mövludu və fəziləti haqqında bir neçə dəqiqə siz dəyərli bazı qardaşlarımızın inşallah huzurunda xidmətimiz olacaqdır. Məşhur budur ki, Seyyid-i Şühədə İmam Hüseyn əleyhissalatu vesselam Şaban ayının 3-ündə hicrətin 4-cü ilində Mədinə-i Münəvvərədə, pak Mədinə şəhrində dünyaya gəlibdir. Həzrət Peyğəmbər əleyhissalamın qəlbinin meyvəsidir. Atası Əmirul Müminin Həzrət Əli əleyhissalatu vesselam, anası aləmlərin xanımlarının sərvəri Siddiqə-i Kübra Fatimə Zəhra salamullahi əleyha ki bildiyiniz kimi. Və bu cürə məşhurdur ki, o Həzrət İmam Hüseyn əleyhissalatu vesselam 6 ay, yəni ana bətnində olduğu müddət 6 ay olubdur. Bu xüsusda Qur'an-ı Kərimdə bəzi ayələri istərdim nəzərinizə çatdırım. Bildiyimiz kimi tam hamiləlik müddəti bir xanımın, yəni uşağın ana bətnində qalmağı 9 ay olar. Və Qur'an-ı Kərimdə bir yerdə Allah Teala buyurur ki, bəs gərək analar uşaqlarına hovleyni kamileyn, 2 hovl, yəni 2 il kamil, 2 il süd versinlər. Bir şəri məsələni də nəzərinizə çatdırım. Bəli, 2 yaşdan yuxarı uşağa, yəni bir uşaq ki 2 yaşı tamam olubdur, 3-cü yaşın içərisindədir, yenə süd əmirsə, bu işin kərahəti vardır. Yəni, yaxşıraq olar ki, o analar, bəli, valideynlər o uşağı 2 yaşdan sonra, hərçəndir uşaqdır, meyli var, istəyir, amma 2 yaşdan sonra onu süddən ayırsınlar. 2 yaşa qədər tövsiyədir, təkiddir ki, bəli ki, və uşaq üçün ana südündən üstün bir qida yoxdur. 2 yaşa qədər. Başqa bir ayədə Allah Teala buyurur, ananın, bir xanımın uşağa hamilə qaldığı müddət və ona süd verdiyi müddət həmluhu və fisaluhu, onu qarnında daşımağı və ona süd verib süddən ayırmağı, yəni hamısı bir yerdə Qur'an-ı Kərim buyurur ki, 30 ay. Bəs əgər bayaq dedik ki, Qur'anda buyurur, hovleyni kamileyn, əgər 2 il eləyir 24 ay və hamiləlik müddəti
9 ay olanda bu 33 ay olur. Yani 24, o da 9, 33 ay. Bu cürədir. Bəs nəyə görə Allah Teala digər ayədəki buyurur ki, hamluhu və fisaluhu selasuna şəhra, ki bir xanımın, bir ananın hamiləliyi və uşağı süd verib süddən ayrana qədər olan hamısı 30 ay. Əmirul Müminin Həzrəti Əli Əleyhisselatü Vəsselam buyurdu ki, bu buna işarədir ki, bəzən uşaqlar 6 ayda dünyaya gələrlər. Bəli, Seyyid-i Şühəda İmam Hüseyn Əleyhisselatü Vəsselam kimi. 6 ay, məsələn, Həzrəti Yəhya Peyğəmbər, Peyğəmbərlərdən Həzrəti Yəhya Peyğəmbər 6 aylığında dünyaya gəlibdir. Yəni, ana bətnində 6 ay olubdur. Bəs 6 ay və o da 2 il, yəni 24 ay, bu olur 30 ay. Seyyid-i Şühəda İmam Hüseyn Əleyhisselatü Vəsselamın ana bətnində olmağı və onun o 2 il süd əmməyi Hovleyni Kamileyn. Amma məxsusən İmam Hüseyn Əleyhisselatü Vəsselamın süd əmməsi o müddəti haqqında hədislərdə var ki, xanım Fatimə-i Zəhra Salamullah Əleyhanın südü olmadı. İlk əvvəl olmadı. Məşhur budur ki, Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh öz mübarək barmağın İmam Hüseyn Əleyhisselatü Vəsselamın 2 dodağının arasına qoyardı və tifl İmam Hüseyn Əleyhisselatü Vəsselam Peyğəmbər Əkrəmin nəvəsi somurardı Peyğəmbər Əleyhisselamın barmağını və bu ona kifayət eləyərdi. Bu ona kifayət eləyərdi. Yəni, hər neçə gün aşırı Peyğəmbər Əkrəm bu işi edərdi. Və buradan da belə deyərlər ki, Həzrət Seyyid-i Şühəda İmam Hüseyn Əleyhisselatü Vəsselamın əti, qanı, sümüyü Xatamul Ənbiya Həzrət Peyğəmbər Əleyhisselamdandır. Adını, İmam Hüseyn Əleyhisselamın adının qoyulması, yayılan məşhur bir rivayət ki var kitablarda ki, güya Cənab-ı Cəbrail ki, Peyğəmbər Əleyhisselama belə dedi ki, ey Allahın Rəsulü, sən ki buyurmusan, Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbətidir ki, 2 qardaş Peyğəmbər ki, bu hədis, yəni bu məşhurdur bəli ki, Peyğəmbər Əleyhisselam buyurur ki, Əli ibn Əbi Talibin Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Bir fərq var ki, onlar ikisi də Peyğəmbərdir. Amma çün mən Xatamul Ənbiyayam, Peyğəmbərlərin sonuncusuyam. La nəbiyyə bə'di, məndən sonra Peyğəmbər gəlməz. Mən Peyğəmbərəm, amma Əli yox. Əli mənim vəsimdir. Bəs, indi söyləyəcəyimiz ki, o rivayət ki, hədis, Həzrət Peyğəmbər Əleyhisselam ki, yəni Cəbrail ərz elədi dedi. Yəni ərz elədi deməkdə, bəli, Peyğəmbər Əleyhisselamın məqamı Cəbraildən ucadır. Ona görə deyərik ki, Cəbrail ərz elədi Peyğəmbər Əleyhisselamın xidmətinə. Dedi, bəs sən Harunun oğlunun adını qoy günən. Dedi, ey Cəbrail ki, onlar İbrani dilində ki, yəni onlar biz ərəbik, onun oğlunun adı nə olubdur? Kiçik oğlunun adı Şubeyr, ya Şubeyr. Dedi ki, biz ərəbik, dedi, onun ərəbcə olan mənası ki, Hüseyndir. Hüseyn adını qoy günə. Bu məşhurdur. Lakin, dəyərli bacı qardaşlarım, biz bilirik ki, Həzrəti Adəmin tövbəsi barəsində Peyğəmbər Əleyhisselam, məsum imamlar buyurublar ki, Fətəlaqqa Adəmu min Rəbbihi min kəlimat Qur'an ayəsidir. Adəm Allahdan, Pərverdigar-ı aləmdən bir neçə kəlmələr öyrəndi və o kəlmələrlə tövbə elədi, dua etdi, Allahdan bağışlanmağını dilədi. Fətaba aleyh, Qur'an buyurur ki, Allah Adəmi bağışladı. Təfsirlərdə var, hədislərdə var ki, o hansı kəlmələrdir ki, Adəm öyrənmişdi? İmam Sadiq Əleyhisselatü Vesselam budur ki, fələmmən nəzərə Adəm ilə ərş, elə ki, Adəm Əleyhisselam ərşə baxdı, orada bir neçə ad gördü və soruşdu. Allah təlim elədi Cənab-ı Cəbrail vasitəsilə ki, deyinən,
bu cürə dua elə. Ey Adəm, ya Hamid bi haqqi Muhammed, ya Ali bi haqqi Ali, ya Fatires semavati vel erdin bi haqqi Fatime, ya Muhsinu bi haqqil Hasan vel Hüseyin. Şimdi bunları deyir, ərşdə görmüşdü. Bu xəbəri bizə Peyğəmbər əleyhissalam verib, məsum imamlar verib ki, ərşdə bu adlar var idi. Yəni, Peyğəmbər əleyhissalam özü xəbər verib ki, ərşdə bu adlar vardı ki, Adəm bu adları gördü və bu adlarla Allahı çağırdı və tabi aleyh, Allah da o adlara xatir Həzrəti Adəmin tövbəsini qəbul elədi. Bəs Peyğəmbər əleyhissalam bilirdi, hətta Adəmin xilqətindən o zamandan bilirdi ki, Allah ərşə zinət veribdir. Peyğəmbər əleyhissalam meyraca gedəndə, meyrac olmuşdu Məkkədə. Amma İmam Hüseyin əleyhissalam Mədinədə dünyaya gəldi. Bəs bu məşhurdur ki, hətta Əhl-i Sünnə kitablarında var ki, Həzrət Peyğəmbər Əkrəm buyurur ki, mən gördüm ərşin sütunlarının birində yazılmışdı. İnnəl Hüseyn misbahul huda və səfinətun nicat. Allah bəzək vurub, zinət vurub ki, öz ərşinə. Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Dəyərli bacı qardaşlarım, əgər Peyğəmbər əleyhissalam ta Me'racda görmüşdü İmam Hüseyin əleyhissalamın adını, ərşə Allah zinət vurub və bilirdi İmam Hüseyin əleyhissalam kimdir? Onun nəvəsidir, Allah ona xəbər vermişdi. Necə olur ki, indi onun adını Cənab-ı Cəbrail İmam Hüseyin əleyhissalamın adının nə qoyulacağını indi ona öyrədir. İmam Hüseyin əleyhissalam dünyaya gələndə öyrədir. Bəli, bu o İsrailiyyatdan ki, sızan ki, hədislərdir ki, yəni bir çox hədislər ki var, rivayətlər ki var, onlar sızdırılıb İslam kitablarına ki, bəzi tarixçilər, alimlər ki, dərin təhqiqat aparmadan və onları qeyd ediblər. Bəli, İmam Hüseyin əleyhissalatu vəssalamın adı Allahın ərşində, Allah öz ərşinə zinət vermişdir. İmam Hüseyin və ona qədər, nə İmam Həsən əleyhissalama qədər və nə də İmam Hüseyin əleyhissalama qədər o adda heç kimsənin adı olmayıbdır. İlk dəfə Peyğəmbər Əkrəmin o əziz nəvələrinə bu adlar qoyulubdur. Dəyərli izləyicilərim, bir rivayət Seyyid-i Şühədanın mövludu xüsusunda istərdim səsləndirəm, yerdə qalan ki, bir neçə dəqiqəni. Səfiyyə Əbdülmuttəlib qızı, yəni Həzrət Peyğəmbər əleyhissalamın bibisi Səfiyyə. O xanımın qəbri Mədinədə Bəqi qəbristanlığındadır ki, Peyğəmbər Əkrəmin iki bibisi bir-birinin yanında ki, Səfiyyə və Atikə dəfn olunub. Sonradan ki, bəli, onların qəbri yanında, yəni Bəqi qəbristanlığında Ümmül Bənin, Həzrət Əli əleyhissalatu vəssalamın zövcəsi Ümmül Bənin 4 oğlu Kərbəlada şəhid olub. Onların böyüyü Qəmər Bəni Haşim ki, Şəban ayının 4-də bu ayda o ağanın da mövlududur. Həzrəti Əbəlfəz ağanın anası Ümmül Bəninin qəbri də o iki xanımın qəbrinin yanındadır. Səfiyyə deyir, Ləmma səqətəl Hüseyin əleyhissalam min bətni ummih. Elə ki, İmam Hüseyin əleyhissalam dünyaya gəldi, anasının bətnindən dünyaya gəldi və kuntu vəliyyətəhə. Mən ona xidmətçi idim, vəliyyə idim mən. Yəni, xanım Zəhra salamullah əleyhanın yanındaydım ki, bəs uşaq dünyaya gətirir, ona kömək eləyirdim. Elə ki, bəli ki, azad oldu bizim sözlə, elə ki, bəli, uşaq dünyaya gəldi. Peyğəmbər Əkrəm səsləndi ki, ya əmmə, ey bibi, mənim övladımı, mənim oğlumu, həlummi iləyyə ibni, oğlumu götür gəl mənim yanıma, yəni İmam Hüseyin əleyhissalatu vesselam. Fəqultu ya Rasulallah, inna ləm nunazzifhu. Ey Allahın Resulü, ey Peyğəmbər, biz hələ bunu təmizləməmişik, bunu paklamamışıq. Yəni ki, uşaq doğulub, bunu biz paklamamışıq, təmizləməmişik. Yəni gözlə,
Həzrət buyurdu ki, ya əmmə, ənti tünəzzifihi, sən onu paklayacaqsan. Yəni bu nə söz? Hüseyin dünyaya gəlib, sən deyirsən, gərək onu paklayaq, hələ nəzif etməmişik, sən onu paklayacaqsan. İnnəllaha teala qəd nəzzəfəhu və təhhərəhu. Allah İmam Hüseyni pak, tahir qərar veribdir. Allah onu pak-pakizə dünyaya gəlibdir ki, elə ki, Qur'an-ı Kərimdə bəli təthir ayəsi Ali Muhammed haqqında, Əhl-i Beyt əleyhissalam haqqında ki, onlardan biri də Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalatu vəssalamdır. Bəli, ağa İmam Hüseyin əleyhissalatu vəssalam dünyaya gəldi. Bəli, onu götürüb gəldilər. Peyğəmbər Əkrəm göstəriş verdi ki, bunun qundağını dəyişin, sarı parçaya bükmüşlər. Dedi, aparın, ağ parçaya bükün gətirin. Ağ parçaya götürüb gəldilər. Peyğəmbər Əkrəm bağrına bastı, öpdü. Cənab-ı Cəbrail nazil olub təbrik dedi Peyğəmbər əleyhissalama. Və sonra Xatəmul Ənbiya əzzənə fi uzunuhil yumna və əqamə fil yusra. Bəli ki, onun sağ qulağına əzan və sol qulağına iqamə dedi. 7 gün keçəndən sonra Mövlud, Həzrət dünyaya gələndən 7 gün keçəndən sonra Həzrət Peyğəmbər Əkrəm bir əqiqə qurbanlığı elədi. Onun məxsusi bir qaydası var. Bəli, əqiqə qurbanı elədi. 2 qoç kəsdi ki, o Mövludun münasibəti ilə sonra uşağın, yəni Seyyid-i Şühədanın başını həlq, yəni başının saçlarını qıxdı, tükünü qıxdı və tüklərinin ağırlığı qədər gümüş, dirhəm sədəqə verdi ki, Xatəmul Ənbiya Həzrət Peyğəmbər əleyhissalam çox sevinirdi ki, və Peyğəmbər Əkrəm buyurdu ki, mömin o kəsdir ki, bizim şad günümüzdə şadlana, bizim qəmli günümüzdə, bizim müsibətimizə, kədərimizə şərik olar. Ki, dəyərli bazı qardaşlarım, Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalatu vəssalamın dünyaya gəldiyi gün elə bir gündür ki, Allahın Həbibi, Xatəmul Ənbiya, Peyğəmbər əleyhissalam sevinibdir. Bu günü Peyğəmbər sevinir. Bu günü Həzrət Əli əleyhissalam sevinir. Xanım Fatimə Zəhra salamullah əleyha sevinir. Allah Teala Peyğəmbər əleyhissalamın, Ali Muhammedin şadlığına şadlanan, onların kədərinə kədərlənən həqiqi möminlərdən bizləri qərar versin inşallah. Seyyid-i Şühədanın dünyada ziyarət feyzini, ahirətdə şəfaətini Allah nəsib eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.